Yoxsa bu belə idi? Belə idi. Çox düzəldə bilmədin də. Mikrofonla dostluq eləmirsən də sən də. Konsertdə nə tərəf Deməli, notebook zat oturur amma belə işləməyə, ya işdə ya da evdə. Böyle orada bir də əlavə nəsə olsun işləyə bilmirəm. Niyə? Yerəkə bilmirsən? Bizimki oranın tozunu alıram. Sonra hər şey sərgəli belə qoyuram, sonra otururam işləyirəm. Sən mən sənə ki, kafe shopda işləyək. Yox. Kafe shopda işləsən bir sənə necə barista gələ deyim, sən qış burada dayan. Görmüşəm. Yəni mən sənin kafe shopda işləmə yadı ilə gedib işləməmək idi səndə. Bu arada kafe shopda mən tək işləməyi xoşlayıram da. Yəni çəkilə bilərəm, saatlarla oturub işimi görə bilərəm. Mən tək işləməyi və tək iş görməyi daha çox sevirəm. Belə başa düşdüm ki, bizim podkast dinləyənlərin də tək gəlmək kimi bir vərdişləri var imiş. Tək alınır belə yerlərə baxar. Hə, deməli istədik ki, bugünkü münasibətimizi dostlar məhz podkastımızı tək dinləməyə gələnlərə həsr edək. Akartın dəstəyi ilə söhbətgahı dinləyirsiniz, söhbətgah münasibət və mən gələn birinci mesajları oxumaq istəyirəm ki, onlar niyə tək gəliblər? Niyə tək gələnlər çoxdur? Cavab verənlər var, çox maraqlıdır. Məsələn, biri yazır ki, çünki ilk gündən sizi tək izləyirəm, o gecəni də tək olmaq istəyirəm. O gün olsun Amerikada podkast gecələri keçirəsiniz, xaricdə yaşayanlar da sevinsin. Ətrafımda yoxdur belə insanlar. Çünki partnyor məni anlamır. Mən tək gəlirəm, bilmirəm. İsrafilin nömrəsi. Mən tək gəlirəm, bilmirəm niyə. Tək bilet alanlardan biri də mənəm. Tək gəlməyimin səbəbi sizə fokuslanmaq istəməyimdir. Çünki yaxşı yerə tək gedərlər, super. Bu ən yaxşı cavab idi. Biz cüt gedəcəyik. Allah xoşbəxt eləsin. Yenə də İsrafilin nömrəsi. Hər ehtimala. Hər ehtimala. YouTube buraxılışını belə tək izləmək böyük zövq verir. Çünki bütövlükdə fikir, düşüncə orada olur. İzah edə bilmirəm ki, bu başqa leveldir. Yəni qarşı tərəfə. Çünki kimə deyirəm, deyir ki, söhbətə qulaq asmağa görə niyə pul verim ki? Bizdə insanlar elə bilir ki, məsələn, kinoya getmək üçün də pul verə bilərəm, konsertə pul verə bilərəm, amma söhbətə qulaq asmaq üçün niyə pul verirəm? Halbuki, misal üçün də söhbətgah podkastının 4 il ərzində bir 300-dən çox podkastı var və bu 300-dən çox podkastı pulsuz dinləmisiniz də. Yəni patronlar dinləməyə görə pul vermiblər. Biz bu işi davamlı edək deyə pul veriblər. Pul dinləmisən və pulsuz dinləmisən. Belə baxanda patronların elədiyi çox böyük bir şeydir. Çünki biz onlara biraz tənbəllik eləyib çox da əlavə bir şey verməmişik. Demirəm faktiki olaraq Kerem öz adından danışsın. Tənbəllik və digər məsələlər. Deməli, çox maraqlıdır ki, yəni bunu belə izah eləmək olar da. Bizi izləyənlər belə təkdilər. Onlar sadəcə yəni təklik fenomeni deyilən bir şey var. Konsertdə çox vaxt qadınlar kişini dartıb gətirir. Bu tədbir isə çox nişdir. Ancaq çox marağı olan insanlar gəlir. Bu arada biz bu videonu çəkəndə artıq 55% biletlər satılmışdı. Yəqin ki, siz bu videonu izləyəndə artıq 60%-in üzərində bir satış olacaq və biləsiniz ki, yəni biletlər çox sürətlə getdiyinə görə kimsə deyirsə ki, mən sonuncu günə saxlayaram, falan eləyərəm. Bilin ki, bilet tapmaya bilərsiniz. Yəni, bu məsələ budur. İnsanların özünü tanıması üçün işıq salmısınız. Bu işığın itmə qorxusu var. Orada tək olmaq istəyirəm. Çünki əksəriyyət tək dinləyir. Prizmanın bir tərəfi, çünki bütün dünya insanları asosiallaşıb. Mən tək baxıram, sizə demək olar çox buraxılışına baxmışam, amma təəssüf ki, iştirak edə bilmirəm. Mən bir çox yerə tək gedirəm, biri yazıb. Ətrafımda sizin dediyiniz kimi anlayan biri yoxdur. Ona görə tək gəlməyi sevirəm. No comment, mən də tək gələcəm. Öncədən təşəkkürlər. Ətrafımda yoxdur sizi anlayacaq, dinləyəcək kimlərsə. Bu elə bir cavab idi. Cavablar idi dünənki story'mə. Və əsas deyilən şey odur ki, sizin dediyinizi anlamırlar ona görə. Əslində söhbətgahı bir dəfə biz təzə başlayanda demişdik və
qəribə formada çoxlu mesaj almışdıq o zaman ki, taxın qulaqcıqları və hardasa gəzə-gəzə tək dinləyin. Tək edilməli şey. Məsələn, gündüzlə gecənin vərdişləri ayrıdır da. Sən gündüz elmlə məşğul ola bilərsən, amma fəlsəfənin ya da uçmağın ya da mistikanın zamanı gecədir. Məsələn, Qədir gündüzü yoxdur da dində. Qədir gecəsi var. Çünki Allahı gündüz tapmaq mümkün deyil. Çox çətindir ya da. Gündüz çünki bölünüb. Gündüz şeydir də, əşya bu. Amma gecə bütövdür. Gecə hər şey bir yerdədir. Tənhalıq da biraz çox ona oxşayır. Çoxlu adam ayrıdır. Amma sən tənha olanda sən bütöv olursan. Tək və tənhanı ayıraq da, yəni tənha olduğun odur ki, səni atıblar və sən kimsəsizsən. Ya da sən atmısan. Ya sən atmısan. Tək isə sən müəyyən şeylərdə kollektivdən kənara çıxaraq tək olmağı üstün verirsən. Məsələn, yalquzaq. Yəni yalquzaq olmaq. Tənhalıq məncə təklikdən daha yuxarı mərtəbədir. Tənhalıq təklikdən yuxarı mərtəbədir o halda ki, sən həqiqətən də ki, tənha olmaq yeridir. O da tənhadır. Tək ucur burada. Sən tənha halda çox güclü olursan və həqiqətən heç kimə ehtiyacın yoxdur. Amma bu insan sosial varlıqdır da. Yəni biz hardasa hansısa bir emosiyamızı bölüşəcək bir insana ehtiyacımız var. Yəni biz bu emosiyanı kimləsə bölüşməliyik. Sən hansısa bir sevincini tutaq ki, atıram öz startapımızla bağlı müəyyən bir səviyyə gəlib çatanda onun emosiyasını yaşayırsan da, sənə məktub gəlib. Sən o emosiyanı kimləsə bölüşməlisən. Tənha olanda sən o emosiyanı kimdən bölüşə bilərsən? Məsəl üçün Tom Hanks'in baş rolda çəkildiyi Robinson filmində bu poçt daşıma şirkətinin əməkdaşı qəzaya uğramış, təyyarədə sağ çıxır və adada qalır. Adada onun dostu hədiyyə olaraq göndərilmiş cırıq top olur. Voleybol topu. Və bütün film top və Tom Hanks münasibətlərindən ibarətdir. Və indi spoiler verməyəcəm, film necə bitir falan. Baxmayanlar varsa, izləməyənlər varsa izləyə bilərlər. Yəni orada tənhadır və o bütün emosiyalarını o cırıq voleybol topu ilə ora smile çəkib, göz çəkir, saç qoyur ona və s. Amma insan, yəni filmin əsas şey nədən ibarətdir ki, sən adada tənha da olsan, özünə adam tapacaqsan. Seçilmiş tənhalıqdan söhbət gedir. Məsələn, şeyə diqqət edirəm, son dövrlər bu uşaq doğumundan sonra baş verən sirkə baxıram. Sirk desək bu Eminin sirkindən daha yaxşı olmaya bilər, amma bir sirkdir bu. Nə sirkdir? Uşaq doğulur. Mən uşağın doğumunu çox məhrəm bir şey hesab edirəm. Bu mənim şey məhrəm yox, cinsiyyətçil məhrəm yox. Sevgi çox belə məhrəm bir şeydir. Sən gedib uşağı çox hörmət elədiyin, onların da görməsini istədiyin uzaqbaşı valideyninlə götürüb gedirsən evə. Onu bir xəstəxanadan, dezinfeksiya olunmuş yerdən, meymun kimi baxaq da, yəni Homo sapiens kimi baxaq. Götürürsən, aparırsan artıq onun böyüyəcəyi, yaşayacağı evə. Bu çox məhrəm bir şeydir. Çox həcc ziyarəti kimi bir şeydir bu. Həcccidir. Qızın, uşağın məbədinə gedişidir. Amma iş burasında ki, bizdə həcci də sosial şəbəkədə yaşayır. Hicrətdir. Amma nə olur? Uşağın xəstəxanadan çıxma paltarı o ayrı olur. Xəstəxanadan çıxanda uşağa xüsusi paltar alırlar. Təzə adət-ənənələri deyirəm. Maşın bəzədilir. Maşın bəzənilir. Oğlum oldu, qızım oldu. Gedirsən evə, evdə uşaq üçün böyük bir stend qurulur. Adının baş hərfləri, adı yekə. Orada şirniyyat zat, qohum, zəhlən getdiyin qohum, keçən dəfə dalıca danışdığın xalan qızı, üzünü görəndə belə it görsün üzünü dediyin bibin o, hamı oradadır, bildi, hamı. Və hicrəti qutuluyurlar. Qutulu olsun hicrət.
bizim tənha qalmamağımız başlayır bax oradan. Ən bazadan. Biraz ailənin də tənhalığı vacibdir, şəxsin də tənhalığı vacibdir. Məsələn, mən çox uzun müddət sonra keçən dəfə bu ingilislərin me time dediyi şeyi eləyə bildim. Getdim hansısa kafe shopda sakit oturub kitab oxuya bildim, heç nəsə. Amma sən uzun müddət heç özün tək qalmaqdan ehtiyat edirdin axı. Sən bir yerdə o qədər tək qalmışdım ki, ondan qorxurdum. Sən ehtiyat eləyirsən. Yəni sən deyirsən ki, mütləq bir səsli yerə gedək. Aparmısan mənə İrland pubuna. Dubayda. Amma gedək ora. Dedim, ay yaxşı tədbir bitirsin gedərik. O nə idi? Tədbir bitib. Bir şey bax, İrland pubı dediyin bir dənə adam çıxar, ukulele ilə nəsə mahnı oxuyar. Dəri paltar geyinmiş, qarnı buradan sinələri açıq. Bir dənə dayday gəlib mahnı oxuyur. Absurd idi. Mən bir absurdun içinə düşmüşdüm. O qədər səs var ki. Yəni Əli burada oturub ana, sən burada gəlsən ora, bu nədir? Sən mənə bura niyə gətirmisən? Yəni sən o tək qal. O əslində mənim üçün bir şey idi ki, sən istəyirsən ki, bu səs olsun və özünü tək hiss eləməyəsən. Mən isə deyirəm ki, tam sakitçilik olsun. Məsələn, bu otaqda biz 2 nəfər işçidən ibarətdir. Burada səs olmur. Bura çox sakitçilikdir. Biz Səmanın şirkətinə getsək, orada 11 nəfər adam var, futbol komandasıdır. Qadınlardan ibarət futbol komandasıdır. İş gedir. Deməli işləmir. Səs olması hələ iş deməkdir. Səs olur. Yox, o zavoddur bu. Mənə görə olmamalı. Mənə çox sakitçilik önəmlidir. Yəni xırda bir dənə çık var ha belə pık. Mən ona reaksiya verə biləcəyim şeydir. O mənim əsəbimə toxuna bilər ki, yəni mane olursan da. Amma sən o Dubaydakı İrland pubunda Doha da var idi. Dohada gördüm Tural heç hara getmir. Turalın ətini verdim, qazlı suyunu verdim. Yox, getdik də, Dohada getdik restorana. Sən o əti yeyənə qədər mən özümə timer qoydum. Necə də piv içə bilərəm. Ay yox, insafın olsun. Orada tam sərbəstlik vermişdim. Sən heç şey eləmirdin. Manchester City-nin oyunu gedirdi. Əczaxlar da oynayıb bütün marağını öldürdülər. 12-ci dəqiqədə hesab 3-0 idi. Heç bir marağı yoxdur. Deməli bu ən şeyi orada biraz sakitçilik idi. Yəni orada biraz təbəqə də başqa cür idi. Hay təbəqə. Hə, yuxarı təbəqə idi. Dedilər ki, siz necə bürək eləyib ora getmisiniz? Niyə? Ora Dohanın belə şeydi də, ən pik yeridir. Niyə ki? Nə olub ki? 600 avro hesab verdiyəm. Deyərdim bölərdi. Özün başladın ki, yox müəllim qonaq eləyəcəm səni. Yox, ortaq puldan vermişdim. Deməli, bu İrland pubunda belə bir masadır. Neçə dənə qadın idi orada bir? 8-9 dənə qadın idi. Yaşları təxmini 45, 48, 50, mən 55. Mən orada oturmalıydım. Onlar şat tekilla içirdi. Onlar nə qədər içdilər? Çox içdilər və onların hər biri əslində masada bir olsalar da hamısı ayrıca tək idilər. Onlar heç biri xoşbəxt deyildilər. Onlar sadəcə yorğun iş həftəsinin verdiyi stresin o bir gün ərzində çənəsi yerə dəyənə qədər içməklə unutmaq istəyirlər. Çənə demişkən, Çənə podkastının son 3 buraxılışına baxmışam. Səndən sonra çəkilən. 3 buraxılışında bir sənin nə var? Yox, səninlə birlikdə 3 buraxılış. Bir sənin nə var? Məsələn, Pastor niyə böyük komandadan çıxır? Pastor bir tənha qalmaq istəyir. 2 deyir ki, mənim mahnıma filan kəs niyə baxdı? Ya da mənə niyə filan kəs dedi ki, bu mahnının burasını dəyiş? Sonra baxırsan ki, əslində reperlərin Azərbaycanda, Avropada bu işə yarayır. Amma Azərbaycanda rapin gəlib pop qədər pul qazanmamağının bəlkə də səbəbi onların talpa ilə gəzməyidir. Kütləvidirlər. Talpa ilə gəlirlər hər yerə. Bu Röya ayağında kimi görmüsən? Bir dənə prodüserdir, doğru. Aygün Kazımova ayağında kimi görmüsən? Bir dənə prodüserdir. İnşallah mənə görərsən, amma kimi görmürsən? Aygünün yanında heç İsrafil nömrəsini unutmamısan da. Uzaqbaşı Namiq Qaraçuxurluydu. O da duet Azərbaycan duet şəklində idi. Məsələn, Zülfiyə xan Babayeva uzun illərdir ki, eyni adamla prodüserdir. Talpa olan şeylər inkişaf eləmir. Meyxana
çox qrupavoy gəzirlər. Biri öldü, biri içəridədir, biri filan şey olur. Kollektiv işlərdə hansı işlər ki kollektivdir, onlar inkişaf edə bilirlər. Məsəl üçün bu iş futbol kollektiv işdir. Bizdə yoxdur. Bizdə yoxdur, biz kollektiv. Bizdə kollektivlik musiqidə belə alınmır. Sözümün canı o. Yəni xor məsələn şey eləsək, məsələn gürcülər 5 dənə gürcünü gətir bir yerə. Başlayacaqlar oxumağa. Bizdə bir dənə himni futbolda düzəməlli bir yerdə oxuya bilmirik. Əl çalmaq var, amma belə əl çalmaq. Konsertdə idim də axırıncı dəfə. Bir yerdə şap yoxdur. Biri şapda, o birisi belə şapdır. Ala bunu bir elə də. Deməli bu Homo erectusla bağlı ki, insan necə olub qırıq bunları töküb. Orada bir 40 rəqəmi, indi yəqin 45-44 dəyişir də, amma ortalama bir 40 rəqəmi çıxardılar ki, Homo erectus 40-dan çox adam bir yerə toplaşa bilməyiblər. Toplaşa bilmədikləri üçün də Homo sapiens ki, böyük dəstələri alında gəzib, vurub bunları dağıdıb öldürüblər. Biz Homo azeriuslar da bu 2-dir, 3-dür, bildin. 2-3-ü keçəndən sonra bu qayda pozulur. Yox, biz çox çətindir. Biz tayfaçıyıq da. Bizim konkret bu genofondumuz dediyimiz şeydə bizim tayfa ilə hərəkət etdiyimizin sübutunu dəfələrlə, tarixi sübutunu dəfələrlə görmüş oluruq. Biz kütlə ki sözün kökü kütdür. Biz kütləvi hərəkətlər etməyi çox xoşlayırıq. Tək qalanda sanki zəif olacağımızı düşünürük və biz harasa aid olmaq istəyirik. Deyir ki, məsələn, mən o qrupa aidəm, o məhəlləyə aidəm, filan yerə aidəm. Sən özü ora aid eləmək istəyirsən. Çünki mən oradayam da, mən oralıyam, oranın şeyəyəm və özü ora aid eləmək istəyirsən. Çünki bu yenə də bir sosial bağlantının dominant olduğu bir şeydir. Mənə elə gəlir ki, bizim konsertə podkast dinləyicilərin tək gəlməsi o sosial bağlantını qırmaq istəyir bir növ. 2, indi bizim orada çox yaxşı bir təcrübəmiz olacaq, insanların bir-birindən tanış olması. 2, həmfikir insanlarla tanış olmaq imkanları yaranacaq. Yəni mənim kimi düşünən, mənim dinlədiyimi dinləyən, mənim sevdiyimi sevən insanlarla tanış olmaq imkanı yaranır. Və biz bunun üçün yəni, fikirləşirik hal-hazırda. Fikir tam pişməyib, amma onun bir formasını fikirləşirik də. Necə eləyək ki, sürətli tanış olma mexanizmi kimi bir mexanizm olsun. Bəli, onlar bir-birlərinə tanış olsunlar. Çünki bəlkə vizitka dəyişəcəklər, bəlkə nömrə dəyişib sabah qaçmağa gedəcəklər. Hə, o da ola bilər. Yəni qaçmasınlar, amma belə də. Yox, qaçsınlar. O mənim üçün çox vacibdir, insanların qaçması. Amma hə, düz desə qaçsınlar. Dayanmadan ora kəsər. Hə, amma böyük ölçüdə bu münasibətlərdə bəlkə də kimin üçünsə yeni yol açılacaq. Bəlkə kimsə artıq tək getməyəcək. Qaçması mənim üçün çox vacibdir. Deməli, bunu süni intellekt necə izah edir? Bizim konsertimizə tək gəlməyin fenomeni. Salam. Bugün çox maraqlı bir müşahidəni müzakirə edirik. Salam, buyurun. Mənbəmiz bizim Söhbətgah podkastının canlı tədbirlərində diqqət çəkən bir tendensiyanı ortaya çıxarır. İştirakçıların əhəmiyyətli bir qismi tək gəlir. Hə, bu maraqlıdır. Görəsən niyə? Bu sadəcə dost tapmamaq məsələsidir, yoxsa müasir dövrdə insanların tədbirlərə münasibətində, necə deyim, daha dərin bir dəyişiklikdən xəbər verir? Yəqin ki, ikincisi daha çox. Gəlin birlikdə bu məsələnin qatlarını açaq və sizin üçün, yəni dinləyicimiz üçün bunun nə anlama gəldiyini anlamağa çalışaq. Həqiqətən də düşündürücü mənzərədir. Mənbədə ilk vurğulanan məqam fərdi seçimin gücüdür. Artıq insanlar, yəni siz öz maraqlarınızı və vaxtınızı, necə deyim, hər şeydən üstün tutursunuz. Bəli, prioritetlər dəyişir. Əgər sevdiyiniz bir podkastın tədbiri varsa, amma ətrafınızda eyni marağı bölüşən kimsə yoxdursa, yəni tək qalmaqdansa gedirsən. Bəli, niyə də getməyəsiniz? Materiallar göstərir ki, bu bir növ prioritetləşdirmədir. Məzmunla, aparıcılarla olan şəxsi bağınız sizi hərəkətə gətirən əsas qüvvə olur. Tamamilə doğrudur. Bir şey və belə bu başqa bir vacib məqama bağlanır.
Rahatlıq və müstəqillik. Düzdür. Tək getməyin verdiyi bir sərbəstlik var axı. Heç kimə uyğunlaşmaq məcburiyyətində deyilsiniz. Nə vaxt gəlib, nə vaxt gedəcəyinizə özünüz qərar verirsiniz. Öz axarınla hərəkət edirsən. Mənbədə də toxunulur ki, bu tədbiri sırf öz filtrlərinizdən keçirmə imkanı yaradır. Başqalarının şərhləri və ya fərqli gözləntiləri olmadan. Bəli, bu mənbənin də işarə etdiyi kimi xüsusilə daha çox necə deyim, özünə qapalı təcrübələrə üstünlük verən insanlar üçün cəlbedici ola bilər. İntrovertlər üçün yəqin ki. Hə, məhz. Bu sosial təzyiqdən azad, daha çox məzmuna fokuslanmış bir iştirak formasıdır. Düzdür. Sanki özünüzlə və sevdiyiniz məzmunla baş-başa qalırsınız, amma bunu başqa insanlarla eyni məkanda edirsiniz. Xəzər TV-də Bu zətdə belə idarə aparacaq. olunan sosiallıq kimi də təsvir oluna bilər. Çox yaxşı ifadə etdiniz. Deməli, süni intellekt elə bir səviyyəyə çatıb ki, sən böyük bir mənbə ilə sadəcə aparıcısız və ya rəqəmsal aparıcı ilə bir podkast edirsən. Amma toxunduğu məsələ odur ki, bu bizim də yəqin ki, indiki mövzumuzun tam mərkəzindən vurur da. İnsanlar fikir ortaqlarının olduğu yerə getmək istəyirlər və tək getmək istəyirlər ora. Əslində mənim üçün çox yaxşı bir təcrübə oldu. Yəqin ki, sənin üçün də yaxşı təcrübə oldu. Bu bir həm söhbətgahın 12 illik. Sənin 12 illik təcrübəndə məncə onu sıfırlamaq lazımdır və sən bundan sonra artıq mənim söhbətgah təcrübəm desən daha uyğun olar. Çünki 12 illik konsert təcrübən bir il, ən azı bir il o sözü eşidəcəksən. Bunu sənə əmin edə bilərəm. O təcrübə oldu ki, sıfırdan bir layihə yaradırsan. Bu əslində bizim sferanın məşğul olan, yəni podkastlar edən və ya nə bilim hər hansı bir vloqlar və ya bloqlar edən adamlar üçün çox önəmlidir. Sən bir podkast edirsən, sıfırdan başlayırsan. Dəmirçi Plazada şüşəli otaqda telefona videolar çəkirsən, sonra Dəmirçi Plazada başqa bir otağa keçirsən. Kleylə kitablar yapışdırırsan. Kleylə kitablar yapışdırırsan. Xahiş eləyirsən, bir daha stol tapıb verirlər sənə. Sonra xahiş edirsən ki, orada bu masadır ya. Sonra xahiş edirsən ki, orada drellə işləyirlər. Onu bir dənə 1 saatlıq müəllim biz çəkiliş edirik və onlar o dreli saxlayırlar. Daha sonra yeni bir ofisə gəlirsən. Podkastlar çəkirsən və yəni sıfırdan bir iş başlayır və o bir konsert səviyyəsinə gəlib çatır. Bu əslində bir business case-dir. Yəni bu təhlil edilməli bir şeydir ki, telefondan kameraya, belə kameraya. Bəli. Sonra handicam-a, birinci handicam-a keçirsən, sonra artıq peşəkar kamera vasitəsilə qeydə alınır, mikrofonların dəyişir. dördüncüdür, üçüncü mikrofon. Bu üçüncü mikrofonlarımızdır bizim. Türkiyənin çox məşhur insanları ilə podkast etmiş olursan. Qlobalda bestseller olmuş Ikigai kitabının yazısı ilə podkast eləyə bilirsən. Nə bilim, yəni bu həm də bir roadmap-dır, bir yol xəritəsidir əslində. Bizi izləyənlər üçün bir motivasiyadır və həm də bir şeyin sübutudur. Davamlı olaraq bizneslə bağlı biz danışanda, inkişafla bağlı danışanda orada ortalama illəri deyirdik. Biz deyirdik ki, bu biznesdə belədir. Bir biznesin tutması üçün ortalama ömür 3 ildir. 3 il ərzində ya bağlanırsan, ya da inkişaf edirsən. Növbəti etapı 7 ilə qədər onun yüksəlişə doğru getməsidir. Biz 4-cü ilindəyik. Növbəti etap 7-ci ildən sonra isə artıq böyük bazar payına sahib olmasıdır. Çünki onun artıq təsəvvür edin ki, 8 illik biznes təcrübəsi olan bir biznesi balaca xırda kənardan çıxmış çöktürə bilməzlər. Çünki o 20.000 saat 10.000 saat məsələsini sübut eləməlidir. Bizim podkast artıq o təcrübəsi ilə 10.000 saatı keçir və bu həyatımızda da belədir. Deməli bizim bir yerdə o uğura çatmamız üçün 0-cı deməli United Coffee Beans'in salonundan başlayan çəkilişdən konsertə gedən yol, bu bizim inkişaf yolumuzdur. Deməli biz nəyisə başlayırıqsa, oxumağa, öyrənməyə, şəxsi inkişafa, biznesə, startup fərq eləməz, nəyə başlayırsa, bizə ortalama 3-4 il lazımdır ki, biz deyək ki, hoppa, filan nöqtədəyik. Tələsmək lazım deyil. Yox. Bir də long term,
uzun vadəli düşünmək lazımdır. Yəni Toğrulun bizimlə buraxılışında çox maraqlı bir ifadəsi var idi. Sürətli qərar verməklə bağlı bir sual vermişdi ona. Orada çox maraqlı bir şeydir. Deyir ki, əgər mən yolun ortasından dönüb qayıda bilərəmsə, mən sürətli qərar verirəm. Onsuz qayıda biləcəm də. Əgər mən bilirəmsə qayıda bilməyəcəm, mən artıq biraz uzun müddətli düşünürəm. Mənə elə gəlir ki, bizdə bu düşünmədə, tez qərar vermə və gec qərar vermədə problem bundadır. Biz qərarı düşünürük, amma o harda dönə biləcəyimiz, o geri dönmə yerimizi düşünmürük ki, bizim geri dönmə yerimiz hardadır? Biz nə edə bilərik? Harda dayana bilərik? Bizim limitlərimiz hardadır? Bunu biz kiçik bir kafeteriyada da belə izləyicilərlə görüşüb canlı podkast edə bilərdik. Amma etməliydikmi onu? Bəlkə zamanı elə buydu da. Yəni biz 2 il bundan qabaq da əl edirdik ki, belə bir şey eləyək. Bizim planlamamız var idi belə bir şeydə. Amma məncə zamanı budur. Çünki 2 il bundan qabaqki söhbətgahla indiki söhbətgah, sənin mənim düşüncələrim arasında böyük fərq var. Təcrübə fərqi var. Auditoriya fərqi var. Bir də spontan yaşamamaq məsələsidir. Çox təəssüf ki, bizim istər insanlarımız, istər şirkətlər çox spontan olaraq yaşayırıq. Bugün bu qərarı alaq, nə olar. İstər brendlərin kommunikasiyasında, istər insanların kommunikasiyasında görsən ki, günü birlikdir. Bu biraz çox şey oxşayır. O Into the Wild kinosu var, o axmaq gedə Harvard'ı bitirib təbiətdə tək yaşamağa anlamıram da niyə insan elə bir şey deyər, faydasız. Amma əslində tək yox, özü üçün fayda eləyir də. Axırda da ölür də. Belə bir şeydə yazıq valideynləri qalır və heç meyidi gedib heç valideynlərinə də çatmır. O nəsə axtarırmış da, tək axtarırmış. Hippilər üçün o avtobus foto çəkiliş yerinə şey olub. Çox böyük ehtimalla psixoloji bir xəstəlik yaşayıb da, ya da biz onun yaşadığına xəstəlik deyirik. Bəli. Bəlkə də o xəstə deyil. Bəlkə də xəstədir. Nə deyil. O spontanlıqdan çıxmaq lazımdır. Bu çox vacibdir. Nə olar onlardan çıxmaq lazımdır. Bu düşüncə və tənhalıq və planlama bir yerdən sonra insana o tənhalıq vizyonu gətirəcək. Necə olur ki, Azərbaycan incəsənətində, rəsm incəsənətində Qobustan qaya daşlarından sonra ortaya bir dənə normal iş çıxmayıb. Yəni axırıncı normal bizim rəsm əsərimiz Qobustan. Ondan sonra nə var ortada? Söhbət kollektiv yaradılmış əsərlərdən gedir, yoxsa fərdi? Çünki fərdi var. Kollektiv yaradılmış əsərdən. Nə çıxartmışıq ortaya? Kollektiv olaraq. Bəli, incəsənət olaraq. Yox, biz görsən Qobustanda yəni onlar bir yerdə çəkiblər onu. Sən demək istəyirsən ki, birlikdə etdiyimiz və yaratdığımız ya tarixi bir binamı, ya nəsə bir yoxdur və yəni bizim tədbirlər var. Məsələn, COP əla keçirdirik, nə bir Avropa oyunları, bu bir birlikdəlik idi də. Amma ondan başqa nə etmişik Qobustandan sonra? Ehramı düzəltmişik. Nə düzəltmişik? Düzəltməliydik ki. Nəsə eləməliydik. Yox, niyə eləməliydik ki? Yox, bizim coğrafiyamız o coğrafiyadır. Biz ortada bir şey yox. Gəmi düzəltməmişik məsələn deyək ki, bir də gəmi düzəltdik. Düzəldiblər. Yox, necə gəmi düzəldiblər? Gəmini düzəldiblər və oturublar gəmiyə, çıxıb gediblər Norveçə. Biz də qalmışıq burada. Gəmi düzəldən özü gedib. Yəni bir dənə gəmi düzəldən olub. O da gedib. O Viking serialında var idi. Ragnar'ın Lodbrok'un bir dənə gəmi düzəldəni var idi. Azərbaycanlı. Düzəldib çıxıb gedib. Yəni ondan sonra heç olmasa bir nəfər çertyoju saxlayaydı, üzərdi. Məsələn, Şirvanşahlarla bağlı onlar gəmi səyahətləri etmiblər. Biz daha çox balıqçılıq etmişik. Və hardansa Stepan Razin gəlib Abşeron yarımadasına gəmisi ilə Bakı kəndlərini dağıdıb və qayıdıb geri. Sonra Sovet hökuməti onu qəhrəman kimi qələmə verməyə çalışıb bizə. Sonra deyilənə görə o indiki Bakıxanov keçmiş Razin qəsəbəsi, orada Razin mağarası deyilən bir mağara var. Deyilənə görə o mağarada gizlənirmiş falan.
Sonra Kür çayından giriblər. Abi biz amma indi Razen deyirik də ora. Bakıxanovdur da. İndi Bakıxanov eləmiş. Amma Razen deməsin də cəmaət. Deməsinlər də. Yəni adam qarətçi. Ayıb deyə Razen demək. Mən bilmirdim bu hekayəni. Qarət eləyib çıxıb gedir. Kəndləri qarət. O inqilabçı olub. İnqilabçı demək, üsyan eləyib, qaçıb gəlib bu tərəfə. Tutduğu kəndləri qarət eləyirmiş. Əxlaqsızın biri olub. Əclaf. Sonra Kür çayından giriblər. Bərdəyə qədər gəliblər. Bunlar üzü-üzə gəliblər. Bərdəyə qədər heç kim xəbər eləməyib ki, ola gəlirlər. Ruslar gələndə. Bərdə bilib ki, "Oy, gəlirlər." Yəni Çankırağda bekar olublar, ya fikir verməyiblər. Bu kimdi gedir? Yəni heç nəyə baxmırlar da. Onlar reaksiya sıfır da. Yəni məlumatlandırma olmayıb, logistika olmayıb, bir-birlərinə məlumat vermirlər. Əsas məlumatlandırma olub yuxarı tərəfdən. Məsələn, Çıraqqalada bu qalalar ona görə düzəlib ki, Çıraqqalada şey yananda, məşəl yananda sən bunu məsələn ki, Qala kəndindəki qalanın üstündən görə bilmirsən. Ramana, Mərdəkan, Hövsan bir-birlərinə məlumat verir. Axırda məlumat gəlir çatır şeyə. Şirvanşahlara. Elə ki, bunlar bir-bir yandırırlar. Və Oğuz elinin adəti də dağın başında şey yandırırlar ki, düşmən gəlir, kəşfiyyatçıların verdiyi məlumat. İndi Çıraqqala biraz dağınıq formadadır heç. Təmirdə olmayıb, yəni dağılıb. Onlar bir-birlərinə belə məlumatlar ötürürlər ki, Şirvanşahlarda bilsin. İndi Şirvanşahlar sarayı özü də bir mistik bir yerdir. Yəni sonuna qədər orada yaşayıblar, yaşamayıblar məsələsi sual işarəsi altındadır. Çünki birinci kanalizasiya sistemi yox idi. Yəni su hara axır heç kim bilmir. Hamam var amma suyun axdığı yeri yoxdur. Maraqlı İki qəbirlər çoxdur. Kitab da var bu arada. Librafdan əldə eləyə bilərlər Qız Qalasının və Şirvanşahların sirləri ilə bağlı. Hə. Yəni orada qəbirlər çoxdur Şirvanşahlar. Yəni bir sarayda niyə qəbir olsun? Sonra orada şey var, deməli divan var. Divan, hə, divanxana dardır. Yəni neçə nəfər adam ora yerləşir. Yəni baltanı qaldırarsan Şirvanın başı, şahın başı getdi də. Yəni bu başını vurana qədər. Bəlkə tənhalığa çəkildiyi yer olub. Bəlkə də o şeydə sufilərdə olduğu kimi bir otağa çəkilir, qaranlıq bir otaqda qalır. Sadəcə quru çörək və su ilə qidalanır. Yəni əslində belə baxanda kral üçün tənha qalmağa zor yerdir. Oradan düşdün bu tərəfə, Armanizad var aşağıda, shoppingin elə. Düşdün Targovda. Orada Armani yerində əvvəl Xəzər dənizi idi. Bu arada bu tərəflər Xəzər dənizi yuyurdu. Hə. Amma tək qalmaq üçün ki, orada qəbirlərdir və məscidlərdir. Və bəli, tək qalıb dua eləmək üçün yaxşı bir yerdir, amma uzun müddət dağınıq və çox pis bir vəziyyətdə olan bir yer olub. Daha sonra təmir olunub. Sonra təmirdə arxitektur qaydaları, Şirvanşahların arxitektur qaydaları pozulub. Məsələn, mənə çox qəribədir ki, niyə dağınıq vəziyyətdə olub və niyə onu düzəltməyiblər? Çünki prioritet şəhər olmayıb Bakı. Hətta Çar Rusiyası dövründə belə prioritet şəhər Şamaxı olub. İndi mən bunu deyəcəm, yəqin ki, ikinci bir dənə Şamaxı dalğası başlayacaq, amma prioritet şəhər Şamaxı olub. Sonra neft çıxandan sonra Bakının əhəmiyyəti artmağa başlayıb. Yəni sənaye neftin gətirdiyi pullarla Bakı olub yaşanmalı yer. Əslində Bakı yaşanmalı. Səncə paytaxt köçürülməlidir? Siyasi paytaxt. Siyasi mərkəzin dəyişdirilməsi məsələsi, Ankara İstanbul məsələsi düşünürüksə, Madrid məsələn İspaniyanın düz mərkəzində yerləşir də. Adətən dövlətlər bunu niyə görə edirlər? Onu tutmaq asan olmasın. Çünki ölkənin içərisinə getdiyinə görə içəri yerində daha çətin olur. Amma Bakının onsuz da asan deyil də, ən dibdədir. Bakı ümumiyyətlə çox təhlükəli yerdədir, neftin üzərindədir. Bu ona görə Bakının qorunması da izafi güc tələb eləyir əslində. Bu baxımdan bizim xüsusi xidmət orqanlarının çox böyük iş düşür onu qorumağa, çünki özü şey olaraq təhlükəli yerdədir. Ani bir səhv, diqqətsizlik böyük faciələrə gətirə bilər Bakı şəhərində. Amma məsələn Şirvanşahlar bəli tək qalmaq üçün yaxşı yerdir. Mənə elə gəlir ki, məsələn Şamaxı tək qalmaq üçün ideal yerdir. Tək qalmaq üçün, yəni gedirsən bir kənddə sakit. Özü fikirləmirsən kəndlərdə günorta sakitçilik olur. Heç kim olmur. Heç kim olmur, sakitçilik olur. Hava da əla. Hava da əla. Ağaclıqların dibində oturursan. Yazı yazırsan, sonra baş vatırsan, yatırsan. Sonra durursan, yazı yazırsan, baş vatırsan, yatırsan. Əsl Əl-Xəyyamın həyatını yaşayırsan da orada. Amma mən məsələn deyirsən, nə deyir? Spontan qərar vermək məsələsi də. Mən bəzən olur spontan qərar verirəm. Amma qərarımın arxasında böyük bir təcrübə dayanır. Yəni tutaq ki, yanımdakı əməkdaş
tuta bilməz, duya bilməz mən niyə görə bu qərar verirəm. Amma mən bir datam var. Mən bilirəm ki, bu spontan qərarı verməliyəm. Çünki çevik qərar vermə, o Toğrulun sözünə nəzirə kimi olmasın. Çevik qərar vermə bəzən biznesdə, işdə, həyatda, efirdə vacibdir. Məsələn, efirdə spontan qərar çox vacibdir, canlı efirdə. Dinləyici nəsə danışır, mən onu harasa yönəltməliyəm. Mən onu yönəltməyimin iki cür qərar verə bilərəm. Klassik, hər zaman tətbiq edilən bir şey. Mikrofonunu bağlayırsan, səsini kəsirsən. Bu mənim yöntəmim deyil, misal üçün. O negativ və əsəbi danışanda mənim yöntəmim ona reaksiya verib, onu sakitləşdirib, nipraf çıxardıb, sonra da mikrofonunu bağlamaqdır. Son sözü o deməməlidir, son sözü sən deməlisən. Yəni, sən onun sözünü eşitdirib bağlayanda sən artıq məğlubsan. Yəni, final fitil səsləndi və sən play-off'u tərk edirsən. Bir də var, sən deyirsən ki, bir dəqiqə dayanın, siz çox danışsınız deyəsən, mənim buna cavabım var. O cavabı verə-verə onun mikrofonunu bağlayırsan və o danışa bilmir və deyirsən ki, təşəkkür edirəm. Və son söz səndə olur. O son sözü deyib sən onu bağlayanda artıq yenə də sən zərbə altındasan. Yəni, sən ona cavab vermədin. Ona görə spontan qərar, məsələn, canlı efirin mənə verdiyi böyük təcrübə ondan ibarətdir ki, bu 15 ildir də. Bu 15 il canlı efir təcrübəsi sənə deyir ki, burada nə edəcəksən? Burada heç səsini alacaqsan, heç eşitdirməyəcəksən. Məsələn, mənim dinləyicim ol. Efirə çıxıb. Niyəsə görə prodüser onu çıxardıb. Ayazın deyil, yəni ictimaidə olmamışdı o. Mən Media FM-də, yox. Media FM-də çalışanda olmuşdu. Və orada yəqin ki, prodüserin təcrübəsizliyindəndir, ya da onu aldatmışdı, bəsit desək. Belə danışında, orada danışırsınız, dank aldım artıq. Aldım, dedim ki, əvvəl xitab etməyə öyrənirik, sonra efirə zəng eləyirik. Vəssalam. Neynədim? Qayda qoydum. Ki, sən mənim sərhədlərimə o cür girə bilməzsən. Məsələn, mən prodüser işləyəndə INS-də qızıl qaydam nə idi? Zəng elədim, telefonu götürdüm. Salam verməyən adam, istəyir lap akademik olsun, mən onu efirə çıxartmırdım. Çünki sənin birinci qarşılaşdığın adam mənəm. Mənə qoş görüm oraya, mən gör orada danışım. Qoş görüm nə də ora? Yəni, o nə deməkdir? Yəni, sən sadə ünsiyyəti bilmirsənsə, sən mənə salam vermirsən, sənin efirdə dediyimin heç bir dəyəri yoxdur. Bəli. Yəni, o məsələ var. O ki, qaldı həyatımızın dizaynla bağlı. İndi biz onu orada danışanda, canlı podkastımızda da danışacağıq. Məncə biz həyatımızı bu klasterlərə bölməliyik. Sən deyirsən, gündüz hissələrdən ibarətdirsə, gecə isə bütövdür. İnsanın bioloji ritmi var və bu bioloji ritm axşama doğru zəifləməyə doğru gedir. Yəni, böyük informasiyaları biz axşam qəbul edə bilmirik. Səhər qəbul edirik. Axşam daha çox relaks olmaq, belə əylənmək, müəyyən qədər söhbət, nisbətən yumşaq kitablar oxumaq. Söhbət aurasında olmalıyıq da. Bizim elə podkastımız, canlı podkastımızın o axşam saat 7-də olmasının şey odur ki, siz sadəcə bir filmi izləmiş kimi, bir tamaşanı izləmiş kimi olacaqsınız. Təbii ki, qoşula bilərsiniz. Həyatımızı klasterlə böləndə, həyatımın birinci hissəsində daha çox qərarlar verdiyim hissəsidir. Günortadan sonra mən qərar verməyi sevmirəm. Mən istəmirəm günortadan sonra qərar verim. Günortaya qədərdir. Tutaq ki, saat bugün 1-də mənim görüşüm var. Bu görüş bitəndən sonra artıq bundan sonra mən rahat bir ortama keçirəm. Rahat ortam dediyim nə? Coursera-da dərsim var, nə bilim, Akserasa proqramında dərsim var. Onları dinləməklə qərar vermək istəmirəm. Axşam ümumiyyətlə telefon bildirişləri söndürülməlidir və bu həyatın belə də klasterlara bölünərək. Onda sən spontan verdiyin qərar da düzgün olmuş olur. Əgər bölümüsənsə. Amma sən bütün günü səhər də eyni, axşam da, günorta da, sən necə qərar verə bilərsən? Və ya axşam çox səsli küylü yerlərdə olmağı mən sevmirəm. Bu mənə yad olan bir şeydir. Çünki beynim oyaq qalır. Çünki bax, bir insan, ibtidai insan və ya bizim əvvəlki orta əsrlərdə yaşayan əcdadlarımız gündəlik qəbul etdiyi informasiya yükü ilə indi qəbul etdiyimiz saniyədə informasiya yükü tamamilə fərqlidir. Hətta bu otaqda belə olan hər bir əşya bir dənə informasiyadır. Və mən axşam o səsli küylü yerlərdə o boyda informasiyadan sonra mənim beynim oyaq olur.
Mən nə yata bilirəm, mənim yuxum pozulur. Dünyada ən zəhləm gedən şey yuxumun pozulmağıdır. Çünki bu mənim səhərki işimə, gücümə, performansıma, effektivliyimə təsir edir. Mən idmana gedirəm, nə bilim, qaçıram, görüş keçirdirəm. Təsəvvür et ki, yuxulu gedirəm hansısa bir görüşə. O biznesmen mənə necə pulunu etibar edə bilər ki, gəl mən sənə veriliş və nə bilim filan şey edirəm, investisiya edirəm. Beyni başa düşmək çox vacibdir. Biz beyni anladığımız zaman, məsələn, indi gecə qərar deyirik, amma bayquş tipli insanlar da var da, onlar gecə yaşaya bilir, gecə işləyə bilir. Bu onların sırf genetik olaraq, nə bilim, daş dövründə qoruyucu olmaqlarındandır. Mən o Habermanın ya da şeylərin dediklərinin əksi olan çox şey, bunu elə tədbir zamanı da müzakirə eləyərik, çox şeyin əksini də deyən adamlar var. Bəzi adamlar gündüz çox passivdirlər. Sən Amy Winehouse'a deyə bilməzdin ki, gündüz çıx Back to Black-i yaz. O gecəyə ehtiyacı var idi onun. Bəlkə gecə tək qalmağa ehtiyacı var idi. Məsələn, amma həm də gecəyə ehtiyacı var idi. Bəzi elə bir ki, sanki kateqoriyanı beyni başa düşüb onu bölmək. Məsələn, sənin dediyin məsələ qərar almaq. Şeir yazmaq bir qərar almaq deyil. Onu gecə eləyə bilərsən, amma bəzi qərarlar, bəli, gün işığı, daha aydın beyin gərəklidir. Məsələn, əsaslı baxsaq beyinə. Əsəbə harda qərar verməməlisən. Bu birinci qızıl qaydadır. Məsələn, adi bir şey, bir qərar almaq üçün yavaş və cəld düşünmə kitabı. Bu bir qərarın arxasında gizlənmiş beyin şeylərini verir. Orada keçən dəfə bir şey oxuyuram. Məsələn, həyatımızın bir çox sahəsində var. Deyir ki, 50 nəfərə bir qələm hədiyyə edilir, hamısına tək-tək, o biri qrupa hədiyyə edilmir. Bu qələmə verilən qiymət 5 manat, 10 manat nədirsə, əlində qələm olanlar daha çox pul olaraq qiymət verirlər şeyə. Deyirlər ki, bu stəkan mənimdir, bunun qiyməti 5 manatdır. Bu stəkana sahib olmayanlar deyir, 3 manatdır. Çünki biz mülkiyyət effekti deyilən bir fenomenal var. Mən əlimdə olanı daha qiymətli hesab edirəm. Pişiyin əti ağza ətə çatmayanda iyələnib deyir. Və nəticədə nə olur? Yaxşı məsələlər götürür biznesmenlər, CRM əməkdaşları götürürlər, geri qaytarma müddətlərini uzadırlar. Əgər geri qaytarma müddəti 3 gün, 7 gündürsə, alınan bir məhsulun geri qaytarma şeyi çoxdur, sayı çoxdur. Amma 90 gündürsə, geri qaytarılmır. Nisbət çox aşağı düşür. Yataq mənim deyə, mən xeyr ola yatağımı sənə verməliyəm. Gəl remont elə. Geri qaytarmıram. Bax, bu düşüncə ya da bu qərarın arxasında bir beyinlə bağlı bir şey var. Bu beyni qoymaq qərarların ortasına ya da elmi kağızları, araşdırmaları qoymaq. Günün sonunda sən görsən ki, sən o xarakterini dəyişə bilmirsən. Məsələn, keçən dəfə yenə oxuduğum bu Cal Newportun təzə bir kitabı çıxıb, Slow Productivity, yavaş məhsuldarlıq. Orada deyir ki, biz məşğul olmağa öyrəşmiş artıq canlılarıq, elə bilirik məşğul olanda bombadır hər şey, biz işləyirik. Halbuki daha yavaş görməliyik, daha yaxşı görməliyik, gecə tez yatmalıyıq və s. bölür onları. Günə 3 dənə görüş yox, bir dənə görüş sala bilərsən. Orada bir dənə şey gördüm. Günlərinizi temalara bölün. Mövzulara. Və verdim Peykərə, köməkçimə və dedim ki, bütün gün danışmırıq işlə bağlı. Bütün bu qarışıqlıq yoxdur. Bu kitaba görə böləcəksən. İndi nədir? Birinci gün satış günümdür. İkinci gün marketinq günümdür. Üçüncü gün təhsil günümdür. Məsələn, bu gün mən gedəcəm. Task yoxdursa marketinqlə bağlı. Mən heç eləməyəcəm. Oturacam, ümumi gün, güzəran, İşə nəzarət. Luxury işlər bilsən nə var məsələn içində? Emin adlı bir tələbəmiz var. Bir banka işə düzəlmək istəyir. Onunla bağlı mənə bir şəxsi görüş keçirtməyim lazımdır ki, o bankda o istədiyi yerə getsin. Lüks işdir də bu, belə vaxt qoymalısan, o adamı kafeyə dəvət eləməlisən və s. İndi işə yarayır. Satış komandası bilir ki, birinci gün
bunlar oradan bir də qərar çıxarda bilməsələr, bir də endirim çıxarda bilməsələr, qaldı bir də. Bunu sənə Karl Newport deməli idi. 3 il bundan qabaq sənə deməmişdim ki, günləri böl. Dedin, yox müəllim, bizdə işləmir o. Azərbaycanda işləmir. Gərək mən hər gün nəsə orada bir divizyon olsun. Gərək Karl Newportun qabağında bir dənə professor yazılıb deyə sözünə inanırsınız da. Mən sonradan gəlib çatıram da. Yox, əslində günün bölünməsi məsələ üçündür. Tutaq ki, mən keçən dəfə Əli bir dənə mənə söz atır, deyir ki, dalbadal yazır, mən də idmandayam. Yox, hər şeyi başa düşürəm. Misal üçün 50 bir də yeməkdəyəm. Şey 3-4 gün dalbadal bir də zaldan çıxım deyirəm. Zaldan çıxmaq event deyil də, zaldan çıxım, zaldan. Hə də, ala partlayır, oradan nazirlik, buradan sponsorlar, buradan. Mənim qardaşım, mənim günüm idman günümdür. Tural. Bir də zaldan çıxım, yığım. Aysa Karl Newport dedi, mənim idman günümdür. O 1 saat yarımı. Zaldan çıxış sözü mənim şey gəlir. Bu zaldan necə çıxırsan? Bitirirəm, çıxıram da. Deməli, həmin gün 1 saat yarımı yeganə bir gündür ki, mən heç o zalda olan, fövqünün zalında olan. Axırda mən dedim, başa düşdüm. Mən qantinə lüt danışıb dedim. Kimə danışdım? Duşdan danışıb səndən. İmkan verir. Çıxada. O 1 saat yarım ərzində əslində zaldakı adamlar mənim üçün blurdur. Yoxdular da. Yəni alətə yaxınlaşanda sadəcə soruşa bilərəm ki, istifadə edirsən yoxsa yox. Digər hallarda onlar mənim üçün blurdur. Həmin müddət ərzində qulağımda qulaqlıqdır. Qulaq asdığım audio kitabdır və məşqimdir. Qaçıramsa, qaçıram. Mesaj belə gəlir, baxıram, gördüm mesajı. Mən vurdum ki, lazım deyil. Məşqimi eləyirəm. Bir saat, o Newport da onu deyir də. Sən məşq olanda, mən sənə səsli mesaj göndərəndə görürəm ki, qulaq asmırsan. İndi yazıram ki, məcbur oxumalısan. Dünya da olub, diyan da. Yəni o Newport da onu deyir də. Yəni mənim məşq günümdürsə, məşq günümdür ya qardaş. O Sinan Canan bizim verilişdə olanda nə demişdi? Gəzəndə gəzirəm, yatanda yatıram, yeyəndə də yeyirəm. Əgər mən indi münasibətdəyəmsə, buradayam da, qardaş, mən veriliş çəkirəm. Mən durub sənə təsəvvür edirəm ki, bir də edəyəm aşağı düşüm, dönər alım gəlim. Elə bir şey ola bilər. Yəni bu sən soruşa bilsən, nə qaça-qaçdır. Və üstəgəl bir mənalı surətdə mən qaça-qaç həyatı qəbul eləmirəm. Mən qaça-qaç sevmirəm. Mənim üçün bu mənim şəxsi seçimimdir və həyatımı da onun üzərində qururam. Hər bir şeyimi ona eləyirəm ki, mən qaça-qaçla yaşamayım. Bəli, ola bilsin ki, hızlı yaşa, erkən öl. Dovşan döyürəm də qardaşlar. Rock and roll. Yəni kanka. Deməli, ola bilsin ki, bəzən insanlar, yox, mən hərəkətdə olmasam özümü lazımsız hiss edə bilərəm. Bu artıq psixoloji problemdir. Yəni yatmağı da bacarmaq lazımdır. İstirahət eləməyi də bacarmaq lazımdır. İstirahət yalnız bax, elə deyirsən, çıxıb 20 gün geyirəm, sonra da deyirsən ki mənim ortam yoxdur. Sən məsələ odur, sən uclarda yaşayırsan. Yəni ucu yaşamaq əslində bəlkə də səni psixoloji cəhətdən yorur. Sən məsələn Fransaya getdiyin 2-ci günü story eləmişdin. İmamoğlu ilə bağlı. İmamoğlu, sual. O vaxtdan çıxmayıb bu, yazıq. Yox, mən niyə eləmişdim? Və baxdım, dedim, sən dincəlməyə get. Sən gedirsən. Bu xalqın ağrısı məni yorur. Yox, Fransanın şimalına getmisən. İstədin qrupun konsertinə gedirsən. Yoxsan da Azərbaycanda da. Ya sən... Bir həftə sonra şey oldu. Telefonda da söndü, telefonumu açmadım heç. Gördün, yenə uca getdim. Mən isə o şeyin tərəfdarı deyirəm də. Yəni müəyyən yerlərdə yatım durum cavab verərəm elə. Yat dursan, heç kim demir ki, yatma, heç kim demir gəzmə, heç kim demir ki, səyahət eləmə. Əksinə daha çox təbliğ elədiyim budur ki, əli gəz, bu səndə olmalıdır. Amma buxarlanma da. Yəni ya buxarlanırsan, ya da peyda olanda sizə nə lazımdır? Əmoğlu, yoxsa mamoğlu falan ki, qaş qabağına belə olub bu istirahətə getməmişdi. Niyə də? Yəni bəlkə də anlayıram sənin ətin tökülməyini, mənim də ətim tökülür. Burada öz JEK müdürünün adını bilməyən adamlar niyəsə görə qonşu ölkədə partiya sədrinin yaşadığı həyatla dolayı
qərarlar verir, amma bizim bilmədiyimiz həyatda o qədər çox şey var ki, yəni biz bilmirik əsl həqiqət hardadır. Yəni biz bilirik həqiqət hardadır. Yox. Bilmirik axı nədir. Biz bizə göstərilənin, bizə təqdim olunanın verdiyi təəssüratla yaşayırıq da. Ortalama olaraq beynimiz də sürətlə qərar verir ki, bu yaxşıdır, bu pisdir, bizi harasa yönəldir. Nə istəyirlər bilirik, nə istəyirlər görürük. Nə istəyirlər qərar veririk. Məsələn, diqqət elə iki qərar arasında qalırıq həmişə. Üçüncü qərarla bağlı şans belə verilmir. Yəni deyirsən bu eləyim, məsələn sənin yazdığın şey olur. Bunu eləyim yoxsa yox? Yəni bu sual həmişə sənin qarşındadır. Bax bunu işdən çıxım yoxsa yox? Ha bu hamının qarşılaşdığı sualdır. Yəni əlini belə misal olaraq veririk də. Ha bunu edim yoxsa yox? Bəlkə də bu yaşdan gəlir, bilmirəm. Məsələn mən bunu edim yoxsa yox sual vermirəm özümə. Eləyirəm. Ya edirəm, ya etmirəm. Ha, edirəm. Böyük ehtimalla edirəm. Çünki onun mənə qatacağı, öyrədəcəyi çox böyük şey var. O zalda bir nəfər belə gəlsə, Nizami Kino Mərkəzində bir nəfər də belə olsa, mən o səhnəyə çıxaram və onun üçün danışaram. Yaponiyada bir məktəblinin üçün bir kəndə səhər qatarının işləməsi kimi. Valla mənim qanarlarımı versələr boş salada danışaram. Xeyr, qanarımı verməsələr belə boş salada danışaram. Hər birinizi Nizami Kino Mərkəzində gözləyirik. 24 may axşam saat 7-də. Çox maraqlı olacaq, münasibətimiz olacaq təbii ki, gücdən danışacağıq. Və tək gələnlər. Əslində hər biriniz tək gələcəksiniz, amma tək olmayacaqsınız. Buradan rica edərdik ki, biraz tez gələsiniz. Niyə görə? Çünki şəkil çəkdirmə zamanınıza olsun. Həm özünüz şəkil çəkdirəsiniz, həm biz orada olaq, bizimlə şəkil çəkdirəsiniz. Çünki saat 10-da, 11-ə işləmiş bitəndə çox güman ki, şəkil çəkdirmək üçün zamanımız çox qısıt olacaq bu baxımdan. Ona görə səhər, məsələn, artıq 6 üçün gəlib, bir şəkil çəkdirib, belə şəkil çəkdirib zala girsək, məncə daha produktiv və planlı olacaq. Amma saldım öz qrafikimi. 2 dəqiqə içində hamını saldım öz qrafikimi. Şeydən sonra olur. Ya onu çatdırmarım. Mümkün deyil. Sən tez yatassan deyə qanun qayda pozacaq. Mən tez yatacağam deyə tez başlamalısan. Qanun qayda odur ki, 11-dən sonra şəhərdə səs salmaq olmaz. Saat 10-da bitər, şəkil çəkdirib gedib yatarıq da. Yox, mən daha rahat yatmaq istəyirəm. Ona görə saat biraz tez gəlin. Turanla saat 6-da gecə geyirik. Yeyib içməyə. Belə. Hər sağ olun birinizi ki, orada dinlədiniz. gözləyirik. Aşağıda link var, iTicket-in linki var, daxil olub əldə edə bilərsiniz və ya şəhərimizin iTicket kassalarından da biletləri əldə etməyiniz mümkündür. Görüşərik. Qismət olsa.